Bismillahirrahmanirrahim. Güzel insanlar, əziz Allahın salamı, xeyri, bərəkəti sizin və ailənizin üzərinə olsun. Bugün noyabr ayının 9'udur. Azərbaycan üçün, Azərbaycan xalqı üçün önəmli bir gündür. Bayraq günüdür. Bayrağımızın günüdür. Üç renkli, şanlı bayrağımızın günüdür, güzel insanlar. Bir bayraq, bir milletin azad, müstəqil yaşamasının simvoludur. Namusunun, şərəfinin simvoludur, rəmzidir, gözəl insanlar. Azərbaycan Xalq Cumhuriyyətinin qurucuları bu bayrağı seçərkən, bu bayrağın rəmzlərini seçərkən üç gözəl rəng seçiblər. Biri mavi rəngdir, biri qırmızı rəngdir, biri də yaşıl rəngdir. Eyni zamanda hər rəngə bir məna yükləyiblər. Bayraq sadəcə rənglərdən ibarət deyildir. Bir mənası var, bir anlamı var. Azərbaycanın tarixini, bugününü və gələcək inkişaf yollarını özündə göstərən, Azərbaycana bir milli məfkurə verən, Azərbaycanın inkişaf yolunun istiqamətlərini müəyyən edən bir simvoldur, gözəl insanlar. Eyni zamanda bu üç rəngin ahəngini də formalaşdırıblar. Yəni Azərbaycan xalqına bir milli miras, bir milli irs, bir milli məfkurə qoyub gediblər. Deyiblər ki, ey Azərbaycan xalqı, əgər inkişaf etmək istəyirsənsə, təhlükəsizliyi təmin etmək istəyirsənsə, bu üç rəngin ahəngini qoru, üç rəngin birliyini qoru, üç rəngi eyni anda milli mədəniyyətində, siyasi mədəniyyətində, inkişafında qoru, saxla, ahəngini bərpa et ki, inkişaf edəsən, böyüyəsən, azad olasan, müstəqil olasan, gözəl insanlar. Bu üç rəngdən birincisi mavi rəngdir. Mavi rəng, əslində bu üç rəngi mən belə dəyərləndirirəm. Deyirəm ki, bu üç rəng Azərbaycan xalqına üç önəmli dəyərlə bağ qurmağı, əlaqə qurmağı öğütləyir, yol göstərir. Deyir ki, üç dəyərlə mütləq bağ quracaqsan ki, kökün dərinliklərə işləsin və böyüyə biləsən, inkişaf edə biləsən, yeni güc qaynaqları qazana biləsən, gözəl insanlar. O üç bağın birincisi mavi rəngdə öz əksini tapmışdır. Mavi rəng deyir ki, ey Azərbaycan xalqı, öz milli mədəniyyətinə sahib çıx. Tarixini dəqiq öyrən, doğru öyrən, sağlam öyrən və o tarixindən ibrət al. Çünki tarixini bilməyən millətin kökünü bilməmiş. Tarixini bilməyən millət kökünü bilməmiş sayılır və köksüz ağac yıxıldığı kimi köksüz millət də yıxılır. Dilinə sahib çıx. Milli təhsilin mütləq öz ana dilində olsun, amma xarici dillərdə öyrən. Milli tarixini, milli məfkuranı, milli dilini, ədəbiyyatını, tarixini, sənətini öyrən. Bu birinci mavi rəngin bizə özət olaraq verdiyi mesaj budur. İkinci qırmızı rəngdir. Qırmızı rəng deyir ki, dünya ilə əlaqə qur. Mədəniyyəti öyrən, elmi öyrən, təhsili öyrən, azadlığı ölkənə gətir, ədaləti ölkənə gətir, mərhəməti ölkənə gətir ki, dünya ilə sağlam, öz bu gözəl siyasi dəyərlərlə bağın sağlam olanda sən də inkişafını yol açmış olacaq, gözəl insanlar. Üçüncü rəngimiz isə yaşıl rəngdir. Bizə deyir ki, ey Azərbaycan xalqı, Allahla sağlam bağ qur. Baxın, mavi rəng deyir ki, milli dəyərlərlə sağlam bağ qur. Qırmızı rəng deyir ki, ədalətlə, azadlıqla, mərhəmətlə sağlam bağ qur. Elmlə, təhsillə sağlam bağ qur. Yaşıl rəng də deyir ki, yaşıl rəng də İslamın rəngidir, gəncliyin rəmzidir. İnsanlara deyir ki, ey Azərbaycan xalqı, Allahla sağlam bağ qur. Allahla sağlam bağ qurmağın yolu da tövhid inancıdır, la ilahə illallah inancıdır. Ey Azərbaycan xalqı, əgər sən milli bağın sağlam olsa, qırmızı rəngdə öz əksini tapmış olan ədalətlə, mərhəmətlə, xeyirlə, bərəkətlə, elmlə, təhsillə bağın sağlam olsa, dünya ilə bağın sağlam olsa, eyni zamanda İslamla bağın sağlam olsun, əslində Allahla bağın sağlam olsa, yəni xurafələrdən, cəhalətdən, qəflətdən uzaq, tövhid inancına bağlı, yalnız itayət və ibadətin yalnız Allaha bağlı olduğu bir İslam anlayışını Azərbaycana gətirdik. Gözəl insanlar. Bu üçünün ahəngi bir yerdə Azərbaycana bir tarix perspektivi, bugün və gələcək inşası üçün Azərbaycana bir yol göstərmiş olur, gözəl insanlar. Yəni, şairin dediyi kimidir, minlərlə can qurban oldu, sinən hərbə meydan oldu, hüququndan keçən əskər. Hüququndan keçən əskər o deməkdir ki, bir insana Allahın verdiyi ən böyük dəyər yaşamaq haqqıdır. Şair deyir ki, hüququndan keçən əskər, yəni əskər Allahın ona verdiyi yaşamaq haqqından imtina elədi. Qurban verdi o həyatını. Nə üçün? Böyük bir ideal üçün, o bayraq üçün, Azərbaycan üçün, milli inkişaf üçün. Baxın, yüksək bir dəyər üçün deyir, hüququndan keçdi.
Minlərlə can qurban oldu. Sinən hərbə meydan oldu. Hüququndan keçən əskər hərə bir qəhrəman oldu. Niyə? Sən olasan Gülüstan. Sən kim? Yəni Azərbaycan. Yəni Azərbaycan xalqı Gülüstan olsun. Gülüstan gül bağçasıdır. Gülüstanın siyasi mənası nədir? Baxın, gələn bayraqdakı o rənglərlə əlaqə quraq. Əgər bir xalq öz milli dəyərlərinə, milli kimliyinə, tarixinə, dilinə, ədəbiyyatına sahib çıxırsa, o ölkə Gülüstandır. Əgər bir xalq qırmızı rəngdə öz əksini tapmış olan mədəniyyətə, ədəbiyyata, ədalətə, azadlığa, mərhəmətə, elmə, təhsilə sahib çıxarsa, onu tətbiq edərsə, o ölkə Gülüstan olar. Yəni rifah olar orada. 3. Əgər bir ölkəyə tövhid inancına sahib olarsa, o ölkədə xeyir gələr, bərəkət gələr, ədalət gələr, mərhəmət gələr, insanlıq gələr, barış gələr, qardaşlıq gələr və inkişaf gələr, gözəl insanlar. Ona görə deyir ki, o minlərlə can, o minlərlə əskər ona görə qurban oldu ki, Azərbaycan Gülüstan olsun, gül bağçası olsun, ədalət bağçası olsun, mərhəmət bağçası olsun, elm bağçası olsun, sevgi bağçası olsun, rifah, inkişaf bağçası olsun, gözəl insanlar. Bu gözəl gündə, bu mübarək gündə bilirsiniz ki, bu üç rəngli bayraq üçün minlərlə insan şəhid olub. Siyasi şəhidlərimiz var. Elm yolunda bu Azərbaycanın inkişafı üçün elm yolunda şəhid olan insanlar var. Yəni bu bayrağın yüksəlməsi üçün alimlər də, siyasətçilər də, sağcılar da, sürücülər də, fəhlələr də, hər kəsimdən olan insanlar da, kişilər də, qadınlar da, gənclər də, cavanlar da şəhid olublar bu yüzillər boyu. Onların böyük iradəsi, ağlı, əzmi, mücadiləsi üzərində ucalmışdır bu bayraq. Və bu bayrağın bu mübarək gündə, bu gözəl gündə, bu bayrağın ucalması üçün canından, canını fəda edən, əmək ayıran, zaman ayıran, qaynaq ayıran o gözəl insanların xatirəsini sevgi ilə, sayğı ilə yad edirik. Deyirik ki, bir kərə yüksələn bayraq bir daha enməsin. Azərbaycanın bayrağı göylərdə əbədi dalğalansın. Bizə xeyir gətirsin, bərəkət gətirsin. Onun göstərdiyi o inkişaf yolundan gedək ki, Azərbaycanda xeyirli, bərəkətli bir toplum qura bilək. 9 noyabr günündə, bu bayraq günündə, yəni şərəf günündə, namus günündə, qeyrət günündə, müstəqil və azad yaşamaq iradəsinin əlaməti olan bu bayrağımızın ad gününün qeyd olunduğu bu gündə hamınıza deyirəm ki, əziz Allah sizdən razı olsun. Bayrağımız göylərdən enməsin. Bayrağımızın qoyduğu, müəyyən etdiyi dəyərlər həyatımıza gəlsin ki, Azərbaycan dünyanın Gülüstanı olsun, gül bağçası olsun, sevgi bağçası olsun, mərhəmət bağçası olsun, rifah və inkişaf bağçası olsun, gözəl insanlar. Məni dinlədiyinizə görə sizə təşəkkür edirəm. Var olun, sağ olun, əziz Allahın sonsuz, sınırsız mərhəmətinə əmanət olun. Gözəl insanlar.